Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Çok değerli izleyiciler. Ahır zamanda gelen insanlar, bu da zamanın alametlerindendir. Ahır zaman alametinden. Zamanın evvelinde gelen insanlara dil uzatacaklar. Ey ahır zamanda gelenler, yani 20-21. Əsrdə bizim zamanda olanlar. Birinci gelenlere ahd-i nübuvve Resulullah sallallahu aleyhi ve sellemin zamanı ve onun yanında olanlara dil uzatma. Nece olur ki ahir zamanda gelen insanlar birinci gelenleri söyler. Subhanallah. Halbuki onların en edne, yani megamca aralarında en aşağı olanlarının biri, onların imanı terezinin bir kiffesine, bir nimçesine koyulsa, 20 ve 21. əsrin bütün Müslümanlarının imanı terezinin diğer kiffesine koysa, vallahi onun imanı bizim imanımızı aşar, keçer, ağır gelir bizim imanımızdan. İnanmırsansa İmam Müslim'in sahihinde getirdiği bu muhteşem hadisteki olan hikayeni, Cüleybib'in hikayeni ve hadisin diğer hissesi de İmam Ahmed'in Musned'inde gelir. Allah Nebisi sallallahu aleyhi ve sellem bu kez hakkında Habibi, azizim, sevgilim, sevimlim demiştir. Hiç bilirsiniz kimdi bu? Bu hiç kimin iltifat etmediği, hiç yüzüne bakmadığı, cemiyette asla tanınmayan, adı bile tanımadığı bir yoldan geçen bir kuldur. O zencidir, beste boydur, karadır ve hilgeti asla güzel değil. Yoksuldur, kasıptır, hatta evi yoktur. Yatarken onun tavanı semadır. Yatarken onun yastığı döşeği torpaktır, Medine'nin kumudur. Hiç bilirsen onun yastığı nedir? Onun yastığı onun ayakkabılarıdır. Başını onun üzerine koyar yatar. İçende susuz olanda Medine'nin ağaçların altından akan arxın suyundan içer. Eğer kuyu tapmasa, eğer bulak suyu tapmasa. Çörek yer, yediği bir kuru çörektir. Onu eğer taparsa, tapmazsa hemin güne oruca niyet eder. Adı Cüleybib'tir. Zencidir, beste boydur, hilgeti asla göze hoş olmayandır. İnsanların içine geçende kimse onun yüzüne taraf bakmaz, onu hiç kim tanımaz. Hatta adını bile bilmirdiler. Bir defa Allah Nebisi sallallahu aleyhi ve sellemin meclisine dahil olanda Allah Nebisi söhbetini dayandırır. Ve buyurur ki etedrune men hâzâ, hiç bilirsiniz bu kimdir? Ham ona bakır. Diler xeyr ya Resulullah, tanımırıq. Yani hiç ismini tanımırlar. Tanımır. La vücâhe lehu ve la şe'n ve la mal. Ne malı, ne devleti, ne serveti, ne şanı var onun. Bir kuldur. Kâle etedrune men hâzâ. Sordular ki Allah Nebisi sallallahu aleyhi ve sellem hiç bilirsiniz bu kimdir? Kâlu la nedri. Ashab buyurdu ki bilmirik ya Resulallah. Dedi hâze Cüleybib. Bu Cüleybib'tir. Bu Cüleybib'tir. Udnûli ya Cüleybib. Yakın gel. Cüleybib yakın gel. Cüleybib yakın gelir. Allah Nebisi sallallahu aleyhi ve sellem ona ey Cüleybib neden evlenmirsen? Dedi ya Resulallah. Men yüzevvicini misle Cüleybib. La mâle lehu ve la şe'n. Cüleybib kimisine kim kız verer? Ne şanı var ne malı. Ne şanı, şöhreti, vicahısı, ne malı vardır. Bir neçe müddet geçenden sonra Allah Nebisi sallallahu aleyhi ve sellem onu yenide görür. Der ki Etezzevvecte ya Cüleybib. Cüleybib evlendin mi? Der ki ya Resulallah kim Cüleybib kimisine kız verer? Ne malı var, ne şanı, ne şöhreti. Bir müddetten sonra Allah Nebisi sallallahu aleyhi ve sellem ondan yine de soruşur. Etezevvecte ya Cüleybib. Ey Cüleybib evlendin mi? Kultu leke ya Resulallah. Ve men yüzevvicu misle Cüleybib. Aha sana dedim ey Allah'ın peygamberi sallallahu aleyhi ve sellem. Cüleybib kimsine kim kız verer? Dir verer. Git ansarlardan filan kesin evine kapını döy. Ve de ki beni Allah'ın elçisi olarak gönderdi. Kızınızı bana evlendirin.
Və subhanallah, həmin ansar varlı, karlı, şanlı, şöhrətli və qızı Mədinənin ansarların arasında ən gözəl qız. Allahu Akbar. Güleybib, arxdan su içən, gecə yatarkən, tavanı səma olan, döşəyi torpaq olan, əqqabları da yastıq olan, içəndə arxlardan içən, yeməyə yalnız bir quru çörək tapar, tapmazsa o gün oruc olan, zənci, bəstəboy, qara, Allahu Akbar. Heç bilirsiniz Allah Nəbisi sallallahu aleyhi ve sellem onu nə adlandırmışdı? Həbibi Güleybib, mənim əzizim Güleybib, Həbibi. O yeganə kəsdir ki, o ölərkən şəhid olur axırda. Onun naşı olmur, naşının üzərində gətirirlər. Onun naşı Peyğəmbər sallallahu aleyhi ve sellemin biləkləri, dirsəkləri olur, əlləri olur, qolları olur. Onu qolların içərisində gətirir. Allahu Akbar. Və bu hekayəni diqqətlə sonra kimi dinləyək. Hətta bilərsiniz ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem nə malına, nə şanına, nə vicahına, nə qaşına, nə gözünə, nə vücuduna, cəsədinə sevməz. Qəlbindəki imana görə sevər öz ashabını. Və ashabın imana görə onların sevgisi Allah Nəbisinin qəlbində dərəcələrlə yer alar. Sallallahu aleyhi və səlləm. Neysə, get filan kəsə, Mədinə ənsarlarından bir kəsə qapını döy və deyir ki, Allahın elçisi elçi olaraq məni sizin üzərinizə göndərmişdi. Bu bir rivayət. Digər rivayətdə gəlir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem özü onun üçün elçi düşür. Və gəlir, deyir ki, gəldim sizə elçi. Ansari bu sözü eşidəndə sevincindən uçur. Elə bir ki, Rasulullah sallallahu aleyhi ve sellem özünü qəsd edir. Deyir, xeyr, özümü qəsd eləmirəm. Gəldim sizə elçi Güleybib üçün. Və təbii ki, Ansari birinci dəfə bunu eşidəndə ki, Allah Nəbisi elçi gəlib, elə zənn edir ki, Allah Nəbisi özü üçün elçi gəlib, deyir, nə gözəl karam və nə gözəl şərəf bizə. Amma eşidəndə Güleybib deyir ki, əstəşiru imraati, qoy həyat yoldaşımla bir istişarə elim, məsləhətləşim. Digər rivayətdə Güleybib özü gedir elçi qapıya. Gəlir qapını döyür və deyir ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm məni sizə elçi olaraq göndərdi. Əmr etdi ki, sizə qızınızı mənə verin. Kişi deyir ki, qoy arvadla istişarə eləyim. Arvadın yanına gəlir, deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elçi göndərib. Allah elə Resulünün sallallahu aleyhi ve sellem elçi göndərməsi haqqında eşidəndə, qadın elə bilir ki, Resulullah özü üçün istəyir. Çox sevinir, uçur qanadlanır və deyir ki, nə gözəl bir karam bizə, nə gözəl bir hal bizə. Deyir, yox, Güleybib üçün. Güleybib deyəndə, xanım deyir ki, Güleybib, yox, gör kimlər bizim qızımıza elçi düşdü. Heç birini qəbul etmədik. Güleybib mi? Və qəbul etmək istəmir xanım. Bunu eşidən içəridəki qız, içi iman dolu, taat dolu, təqva dolu. Və vallahi o qız zamanın qızları kimi deyil. O qız sosial şəbəkə ilə tərbiyələnməyib. Nə də feministlərin vəsvəsəsi ilə. O qız televizorla böyüməyib. Nə də seriallarla. O qız iman içində. O qız iman içində böyüyüb. O qız eşidəndə söhbəti ki, valideynləri inkar eləyir, onların üzərinə pərdən arxasından qışqırır və Güleybib eşidir. Allah'tan qorxun. Allah Resulü sallallahu aleyhi ve sellemin elçisini mi geri qaytarırsınız? And olsun ki Allah məni zayi etməz. Madem ki ona Allah Resulü tövsiyə olaraq elçi göndərmişdi. Kişiyle qadın bu sözü eşidəndə ki, madem ki onu Allah Resulü elçi olaraq bizə elçi göndərmişdi, Allah məni zayi etməz. Bunlar da iman əhlidir. Bunlar da ansarlardır. Tərəddüdlərindən vaz keçirlər və razı olurlar. Və o gün toy qurulur. Güleybib çimizdirirlər, gözəl paltarlar giyindirirlər ona və qızı bəziyirlər, süslüyürlər, bütün zərin qızılın paltarın içərisində və zifaf gecəsi hazırlanır. Güleybib daxil olmuşdu ki, zifaf otağına birdən cihad elan eşidir. Ya rakibel xeyli irkebi, ya rakibel xeyli irkebi, ey süvari atına hemen min, yəni cihaddır. Güleybib həyat yoldaşının əlini əlindən çəkir möhkəm. Subhanallah, sanki əqrəb onu sancan kimi. Halbuki yanındakı kimdir? Mədinənin ən göyçək ansar qızı.
süsün, zərin içərisində, tölün içərisində. O cihad çağrısını eşidəndə ondan əlini sanki əqrab sancan kimi çəkir. Və nə deyir? Həmən yerindən şığıyır, ox sihamından çıxan kimi şığıyır və döyüşə qatılır. Heç qıza toxunmur. Qıza toxunmur, Allahu Akbar. Heç nəsib olmur o qızla həyat qurmağa. Döyüşə qatılır, döyüşlərin birindən bir döyüş olur və Allah Nəbisi sallallahu aleyhi ve sellem döyüşdən sonra ashabını əmr edir ki, şəhid düşənlərin sayını və özlərini yoxlasınlar. Hamını yoxuldurlar, hamını tapırlar və Allah Nəbisi sallallahu aleyhi ve sellem ashabına ətəfqidunə əhədən, aranızda çatışmayan kimsə var mı? Dedilər, yox ya Rasulullah. Şəhid düşənlərimizin sayı bəlli, bunlardır. Bunlardan başqa tanımırıq. İkinci də soruşur. Əfətəfqidunə əhədən, deyəsən kimisə itirmişsiniz, kimsə çatışmır. Deyirlər, xeyr ya Rasulullah. Tanıdığlarımız hamı buradadır. Ətəfqidunə əhədən üçüncü dəfə soruşanda ashab sor, deyir, amma ənə fəəfqidu həbibi. O ki qaldı mənə, mən əzizimi, sevimli olanımı burada görmürəm. Deyirlər, mən ya Resulallah, kimdir sənin əzizin, sevimli olanın? Deyir ki, əfqidu Cüleybibən. Cüleybibi burada tapmıram. Həmən onu axtarın döyüş meydanında. Onu döyüş meydanında axtaranda görürlər ki, 7 müşriki öldürüb və sonra şəhid edilib, yəni qətlə yetirilib. Və qanına qaltan olub, üzü, bədəni bütün qan və üzü quma tərəf və üzü bütün qumla qan qarışıq. Allah Nəbisi sallallahu aleyhi ve sellem Cüleybibin yanına gəlir, onun başını öz budunun üzərinə qoyur və deyir ki, huve minni ve ana minhu. O mənnəndir, mən də ondanam. Həbibi Cüleybib. O mənnəndir, mən də ondanam. Həbibi Cüleybib. Baxın dostu necə seçirlər. Dostu imana görə seçirlər. Nə qaşına, nə gözünə, nə bədənə, nə cüssəsinə, nə gözəlliyinə, nə yaraşığına, nə malına, nə şanına. Allah Nəbisi sallallahu aleyhi ve sellem'də həqiqətən sizin üçün çox gözəl ibrətlər var. Dostu imana görə seçirlər. İnsanı sevəndə imanına görə. İçindeki olan o imana göre seçilirler. İnsan da gözəlliyi en kamil ona verilen nimeti de tamamı da budur, kemalı da budur. Onun imanı, onun taati. Bakın subhanallah. Cüleybi'ye bakın tanınmırdı. Bir kuluydu ama bakın cihada necə getdi. Zifaf zamanı hiç zövcesine belə toxunmadı. Allahu Akbar ve lillahil hamd. Allah Nebisi sallallahu aleyhi ve sellem Cüleybibi qolların arasına alır. Cüleybibin naşı belə yoxdur. Allahu Akbar. Onun naşı Resulullah sallallahu aleyhi ve sellem qollarıdır. Döyüş meydanında qolların içərisində Cüleybibi gətirir. Ona qəbir qazırlar və Cüleybibi dəfn edir. Allahu Akbar. Sonra bir müddətdən sonra onun həyat yoldaşı daha gəlir və öz halından danışır ki, ya Resulullah, mən sənin əmrinə müntəzəm olaraq tabi oldum, Allah'a ve Resulüne iman ettim ve qədərimlə razıyam. Sən əmrinə müntəzəm olaraq o insanla ailə qurdum. O hiç mənə toxunmadı və mən onu bir gecədə itirdim. Allah Nəbisi sallallahu aleyhi ve sellem o qadına bərəkət duası oxuyur. Allahumma onun həyatını bol ruzulu kasat etmə. 3 dəfə dua edir. Onun həyatını bol ruzunu onun başından yağmur kimi yağdır. Və həyatını kəsat etmə deyir. Və sonra nə baş verir? Baxın sonra nə baş verir? Elə olur ki, subhanallah, o qadına elçilər gəlir. Və ən varlı, ən karlı, ən yaraşılı bir kişi ona sahib çıxır. O qədər zəngin olur ki, Mədinədə onun kimi çox infaq, çox sədəqə verən qadın olmur. Buradan çoxlu faydalar çıxır əziz dinləyicilər, əziz izləyicilər. Allah Nəbisi sallallahu aleyhi ve sellemin ashabı budur. Bakın, onlar arasında yani ədnə demək keliməsi yaraşmaz bizə. Yani aşağı keliməsi. Yani məqamcı əsla yuxarıda olmayan bizim zamandaki olanların en üstünde, en yukarısındadır. Öyleyse ey ahir zamanda gelen, birincide gelenleri necə sən söyə bilər, necə onlara dil uzada bilərsən. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurmuştu ki, la təsubbu ashabi. Ashabıma dil uzatmayın, onları sövməyin. And olsun canım elinde olan
Allah'a ki sizden biriniz Uhud dağı boyda kızıl Allah yolunda xərcləsə, onlardan birinin xərclədiyinin nə bir ovucu nə də yarım ovucunun belə yerinə verilməz. Bu Allah Nəbisi sallallahu aleyhi ve sellem ashabıdır. Onların qədir qiymətini bil, onların yerini bil. Allah onlardan razıdır. Sen kimsen? Onlar da Allah'tan razıdır. İnanmırsansa Tövbe suresinin 100. yuvarlak bütün rəqəmdə bax. Hətta yanında saxlaysan. Tövbe suresinin 100. ayetine bak. Allah Teala ağaçları altında çaylar axan əbədi cənnətləri onlara vəd vermiş ve onlardan razı. Onlar da Allah'tan razıdırlar. Allahu Akbar. Yazıqlar olsun senin halına. Sen kime dil uzadır? Kime lafı söylüyor? Kimi söyürsən? Axır zamanda gələn Allah Nəbisi sallallahu aleyhi ve sellemin bu hədəsindən qorx. Kıyametin alametlerinden biri ahir zamanda gelenler, birincide gelenlere dil uzacaklar. Allah subhanahu teala bizi muafiyet etsin ve ashabına kavuştursun. Onlarla beraber cennet süfrelerinde bir yerde oturanlardan etsin. Hâde ve sallallahu ve sellem ala nebine Muhammed ve ala alihi ve sahbihi ecmaîn.